Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə şəkil üzərindən mətn təsvirinin 8-ci dərsindəyik. Yenə də bizim qarşımızda 3 fərqli təsvirdən ibarət şəklimiz var. Hər təsvirdə fərqli hərəkətlər öz əksini tapmışdır. Gəlin bunun əsasında balaca bir mətn quraq. Tom və Jack meşədə kamp qurmağa getdilər. Yəni düşərgə qurmağa. Saatlar da gəzib sakit bir yer tapdılar. Jack çantayı açdı və Tom çadırı çəkiclə qurmağa başladı. Gecə onlar içəridə uzanıb ulduzlara baxdılar və yatdılar. Mübtədanı, xəbəri və digər cümlə üzvlərini yerləşdirərək gəlin cümlə quraq. Tom və Jack meşədə kamp qurmağa getdilər. Mübtədamız Tom and Jack. Xəbəri veririk. Getdilər. Keçmiş zamanda olduğuna görə qovunun keçmiş zaman forması olan went-dən istifadə edəcəyik. Baxın, Tom and Jack went. Hara getdilər? Baxın, meşəyə kamp qurmağa, düşərgə qurmağa. Went camping. Hara getdilər? In the forest, meşəyə. Saatlarla gəzib sakit bir yer tapdılar. Kim onlar? Deməli, they. Baxın, saatlarla gəzdilər. Sonra verib ki, sakit bir yer tapdılar. They walked, gəzdilər. Baxın, they mübtəda, walk gəzdilər. For hours, yəni saatlarla, bir neçə saat ərzində, bir neçə saat üçün gəzdilər. And və nə tapdılar? Bir yer tapdılar, sakit bir yer. And found. Cümlə keçmiş zamanda olduğuna görə find'ın keçmiş zaman forması olan found'dan istifadə edəcək. Found necə bir yer tapdılar? Sakit bir yer. Bax, bir yerdirsə article, yəni təkcə olan isimdirsə qabağında article olmalıdır. A quiet place. They walked for hours and found a quiet place. Jack çantanı açdı, Tom çadırı çəkiclə qurmağa başladı. Jack açdı, baxın, opened. Nəyi açdı? Çantanı. Jack opened the bag və and, baxın, Tom çadırı çəkiclə qurmağa başladı. Tom, baxın, başladı xəbərini mübtədanın yanında qoyuruq. Kim başladı? Tom. Nə etdi? Başladı. Started. Nəyə başladı? Çadırı çəkiclə qurmağa. To build, qurmaq, tikmək, inşa etmək. Nəyi tikmək, nəyi qurmaq, nəyi inşa etmək? The tent, çadırı. Nə ilə? Çəkiclə. With a hammer. Gecə onlar içəridə uzanıb ulduzlara baxdılar və yatdılar. At night, əvvəldə də verə bilərsiniz, axırda da. Onlar içəridə uzanıb ulduzlara baxdılar. Birinci tərəf və yatdılar. İkinci tərəf. Baxın, belə verəcək. They, onlar. Uzanmaq, lay. İçəridə uzandı, yəni çadırın içərisində. Inside. They lay inside. Nə etdilər sonra? Ulduzlara baxdılar. Looked at the stars. Looked idi qəbul edib. Keçmiş zamanda olmalıdır yenə də. And və yatdılar. Fell asleep. Fall, yox, fell verəcək burada. Fell asleep. Belə. Bu oldu bizim xırda, balaca mətnimizin ingilis dilində tərcümə olunmuş versiyası. Aşağıda həmin mətnlərdə istifadə olunan isimlər, feillər, sifətlər, zərflər verilmişdir. Aşağıda da text to nisbətən daha çətin formada olan mətn verilib ki, öz lüğət bazasını daha da zənginləşdirib fərqli cümlələr qurmaq istəyən uşaqlara köməklik göstərəcək. Allah amanda qalın, uğurlar.